Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve acil feracahum. Vəhhabi mövzusunun Azərbaycan mediasında, sosial şəbəkələrdə geniş yayılması heç kimə sir deyil. Xüsusən son aylarda və daha doğrusu son illərdə vəhhabilərə geniş meydan verilməsi həqiqətən ciddi narazılıq və narahatçılıq yaradan məqamlardan biridir. Çox təəssüflər olsun ki, bəziləri vəhhabi əqidəsini, vəhhabi düşüncəsini, vəhhabiyyəti ümumiyyətlə deməli cəmiyyətdə təbliğ etmək üçün müxtəlif vasitələrdən istifadə əl atırlar. Biz dəfələrlə vəhhabi əqidəsinin təhlükəli olması ilə bağlı köklü şəkildə faktlarla deməli danışmışıq, cəmiyyəti maarifləndirmişik. Amma bu günlər görürük ki, bəzi insanlar ortaya çıxırlar və bunlar vəhhabi əqidəsinin deyil, bəzi vəhhabilərin deməli təhlükəli olduğunu dilə gətirməklə sanki dolayısı yolla vəhhabi əqidəsini müdafiəsinə qalxırlar. Belə şəxslərdən biri də Elçin Aloğlu adlı bir İsrail Yahudi sevdalısıdır ki, illərdir bu Azərbaycan mediasını izləyənlər bu adamı tanıyırlar. Bu Əhl-i Beyt məktəbinə düşmən kəsilib və hər fürsətdə Əhl-i Beyt məktəbi ilə öz düşmənçiliyini aparır. Mən öncə icazənizlə Elçin Aloğlunun Azərbaycanda vəhhabilərlə bağlı, vəhhabiyyətlə bağlı səsləndirdiyi fikri sizin diqqətinizə çatdırın. Sonra bu barədə demək istədiklərimi deyəcəm. Buyurun, izləyin. İnşallah. Azərbaycandakı bu sələfilərin böyük hissəsi zərərsiz insanlar. Ticarətlə məşğul olurlar, ibadətlərini edirlər, Allah ibadətlərində kamil eləsin. İnşallah onlara irşad və hidayət versin. Təqvalı insanlardır. Amma bir qismi çox radikal, savadsız, cahil, xaricdən gəlmiş zərərli kitablarla beyinləri zəhərlənmiş adamlardır. Əziz izləyicilər, bu qədəsi bəs eləyir. Elçin Aloğlu səsləndirir ki, Azərbaycandakı vəhhabilərin əksəriyyəti təqvalı, imanlı, dürüst insanlardılar. Bəziləri aralarında beyni zəhərlənmişləri də var. Terrorist fikirli insanlar da var. Yəni, sonraki mərhələdə bu fikirləri səsləndirir. Əslində, ilk baxışda bu fikirdə elə ciddi bir qüsurun olduğu o qədər də gözə çarpmır, nəzərə çarpmır. Amma əslində Elçin Aloğlu bu fikri deməklə ki, Azərbaycandakı vəhhabilərin əksəriyyəti təqvalıdır, imanlıdır, dürüst insandırlar və s. və ilaxır. Bu əslində vəhhabi əqidəsinin normal bir dini əqidə olduğunu demək istəyir ki, əslində Azərbaycanda, yəni vəhhabi bunun dediyinə görə vəhhabizm özü normal bir əqidədir. Ola bilsin ki, bu əqidəyə xidmət edən bəzi fərdlər onlar yanlış yoldadılar ki, onları biz, yəni dövlət onları cəzalandırsa haqlıdır. Amma vəhhabi ideologiyası əqidə olaraq doğru əqidədir. Elçin Aloğlu bunu demək istəyir əslində. Elçin Aloğluya görə vəhhabizm normal və doğru əqidədir. Amma əslində bu belə deyil. Biz burada vəhhabiyyəti tənqid eləyəndə hər hansı bir şəxsi, vəhhabi qaməti, vəhhabi deməli, Əlxanı, Vəhhabi, Rəşadı və s. digər bunları fərd olaraq tənqid eləmirik. Biz vəhhabi ideologiyasını tənqid edirik, vəhhabi əqidəsini tənqid edirik ki, vəhhabi əqidə olaraq bu batil əqidədir. Bu əqidəyə kim daşıyıcısızdır bu əqidənin, o özü də istər-istəməz, o şəxs olaraq yox, o əqidənin daşıyıcısı olduğu üçün zərərlidir. Yəni, bir dənə xəstəlik var, qrip xəstəliyi. Qripə yoluxan hər bir şəxs digərinə deməli, qripi daşıyıcısıdır və digərinə yoluxdura bilər, ona görə ondan qorunmalıdır. Vəhhabi əqidə olaraq, vəhhabiyyət əqidə olaraq özü təhlükəli əqidədir.
və o əqidəyə yoluxan istənilən şəxs artıq o əqidəyə yoluxduğu üçün, o əqidənin daşıyıcısı olduğu üçün təhlükə çevrilir. Əslində o təhlükə o fərdin özündə deyil, əqidədədir. Yəni bunu biz bu cür izah olunmalıdır ki, biz deyə bilmərik bir dənə Vəhabi yaxşı Vəhabidir. Yaxşı Vəhabi söhbəti yoxdur. Yəni Vəhabi, əgər bir insan Vəhabi əqidəsinin daşıyıcısıdırsa, o bir mənalı olaraq əqidə baxımından çox təhlükəli bir vəziyyətdədir və təhlükəlidir. Onun əqidəsi təhlükəlidir, özü yox, əqidəsi təhlükəlidir. Və əqidəsindən doğan davranışlar onu təhlükəyə çevirir. Çünki onun əqidəsi ona diktə eləyir ki, sən ziyanlı olmalısan, sən zərərli olmalısan. Bunu biz nə əsasından deyirik ki, yəni hansı əsaslarla iddia eləyirik ki, Vəhabi əqidəsi özü batil və deməli təhlükəlidir. Əvvəla Vəhabi əqidəsinin əsasları var. Təqribən bunlar bir neçə əsasdan ibarətdir. Biz ümumiləşdiririk. Bundan əvvəlki videolarda da bu barədə toxunmuşuq. Ona görə də daha geniş yox, xülasə şəklində biz bunu deyəcəyik. Sonra istəyirəm ki, mən bəzi konkret olaraq Vəhabilərin düşüncəsi nədən ibarətdir, o mövzuda danışaq. Deməli, əziz izləyicilər, Vəhabi əqidəsinin əsasları birinci tövhid gəlir. Təbii ki, onların Vəhabi tövhidi Allahı onlar ilk dəfə İbn-i Teymiyyə Allahı cisim kimi təqdim eləyib. Allah cisimdir, əli var, ayağı var, gələcək oturacaq. Yəni insan kimi cisim formasında Allahı təqdim eləyib və İbn-i Teymiyyə 1263-cü 1328-ci illər arasında yaşayıb, 1263-cü ildə anadan olub, 1328-ci ildə dünyasını dəyişib, ölüb. Onun deməli qələmə aldığı kitablar həm sünni, həm şiə məzhəbli alimlər tərəfindən rədd edilib hamısı. Yəni heç bir halda o qəbul edilməyib İbn Teymiyyə. Vəhabilərin nə baxmayaraq ki, 18-ci əsrdə Muhammed ibn Əbdülvəhhab bu əqidənin əsasını qoyub, amma ideoloji bazağa əsasən bunlar İbn Teymiyyənin deməli düşüncələrinə əsaslanırlar və onları Şeyxülislamları hesab edirlər. Amma bu əqidənin, bu siyasi cərəyanın banisi Muhammed ibn Əbdülvəhhabdır. Bu barədə hətta deməli bu Muhammed ibn Əbdülvəhhabın ilk rəddiyəsi, yəni bunu qəbul eləməyən ilk şəxs, onun atası və qardaşı da din alimi olublar, sünni məzhəbindən. Buna ilk rəddiyəni də məhz qardaşı yəni rədd eləyib bunun düşüncələrini, batil hesab edib və s. Birinci tövhid məsələsidir. Sonra bunlar təvəssülü qəbul etmirlər, şəfaəti qəbul etmirlər. Təvəssül nədir, şəfaət nədir? Bu barədə biz dəfələrlə danışmışıq, məlumatı olanlar var da burada müəyyən deməli geniş izah vermək istəmirik. Sonra bunlar deməli təkfir məsələsi var bunlarda. O insanlar ki təvəssülü qəbul edir, o insanlar ki şəfaəti qəbul edir, hansı müsəlmanlar ki 14 məsumun şəfaətini qəbul edir və 14 məsumun üzərindən Allaha yaxınlaşmağı buna təvəssül deyirlər. Qısa cümlə ilə desək, təvəssül o hala deyirlər ki, 14 məsumun və Allah övliyalarının vasitəsilə Allaha yaxınlaşmağa təvəssül deyirlər. Və şəfaət isə 14 məsumun qiyamət günündə hətta şəhidlərin, 14 məsumun və Allah övliyalarının başqalarına şəfaət verəcəyi ilə bağlı bir düşüncədir. Quranda da təsbit olunub ayələrlə konkret olaraq. Amma Vəhabi əqidəsi bunları qəbul etmirlər və bunlara qarşı bunları qəbul edənləri də təkfir edirlər, yəni kafir hesab edirlər və onların ölümü deməli vacib hesab edirlər. Hansı ki, deməli, şəfaəti, təvəssülü qəbul etməyən müsəlmanların ölümü bunlar vacib bilirlər, özlərinə halal bilirlər. Eyni zamanda deməli, mallarını, mülklərini də, hətta xanımlarını da belə özlərinə halal hesab edirlər. Bax, bunların ümumi əqidəsinin əsasları bundan ibarətdir. İndi siz təsəvvür eləyin, bir dənə Vəhabi düşüncəsində, yəni Vəhabi o adama deyirlər ki, bu əqidələri qəbul eləsin. Yəni Vəhabi əqidəsinin əsaslarını qəbul eləsin. Əgər onları qəbul etmirsə, ona Vəhabi demirlər. İndi adlarını dəyişiblər, Sələfi qoyublar. Fərq eləmir, Vəhabi, Sələfi. Yəni adın dəyişməsi, yəni nəticəni dəyişmir. Bunlar əqidədə eynidirlər.
Sələfi olsun deyək, Vəhabi deyək, fərqi yoxdur, amma cəmiyyətdə Vəhabi və Sələfi kimi tanınırlar. Əgər bu əqidəni, Vəhabi və Sələfi əqidəsini qəbul etməyən insanlar, müsəlmanlar, onlar Vəhabi sayılmırlar. Bunlar Azərbaycanda da olsalar belədirlər, Türkiyədə də olsa belədirlər, Səudi Ərəbistanda da olsa belədirlər, başqa ölkədə də olsalar eyni əqidəni qəbul edirlər. Bunlar qəbul edirlər ki, İslamda şəfaət məsələsi yoxdur. Kim bu məsələni qəbul edirsə, deməli o adam kafir olub və kafir olubsa onun xanımı, malı, dövləti, canı hamısı halaldır. İstədikləri vaxt onu öldürə bilərlər və onu malını da mənimsəyə bilərlər. Bu əqidədə olan, yəni Suriyada olan Vəhabi bu əqidədədir, Səudiyyədə olan Vəhabi bu əqidədədir, Azərbaycanda olan Vəhabi bu əqidədədir və Türkiyədə olan Vəhabi bu əqidədədir. Yəni bunların heç bir fərqi yoxdur. Harda olursa olsun eyni əqidədə, eyni düşüncədədir. Amma bu gün Azərbaycanda bir Vəhabi bu deməli hər hansı bir şiəni deməli öldürmürsə, ona hücum etmirsə, o ona görə deyil ki, o şiənin deməli ölümünü haram bilir. Şiiyə qarşı hücum etməyi düzgün hesab etmir. O ona görədir ki, onun siyasi şəraitinin olmamasını düşünür. O deməli istəyir ki, o siyasi şərait yaransın, onun üçün imkanlar mövcud olsun, ondan sonra o deməli o əqidəsinin hökmünü icra etsin. Və Azərbaycanda da vəziyyət belədir. Azərbaycanda və yox da bəzi ölkələrdəki Vəhabilər, Sələfilər bunlar sakitdirlər, özlərini əxlaqlı göstərirlər, sakit başlayır, ancaq ibadətlə məşğul olduqlarını qeyd edirlər, iddia edirlər ki, biz ancaq ibadətlə məşğuluq. Onlar əslində orada şiələrini qanuna axıtmağa, deməli, axıtmaq üçün şərait görmürlər. Mən xatırlayıram, bir neçə il bundan əvvəl Azərbaycanda yaşayan Vəhabilərin biri belə bir fikir səsləndirmişdi ki, tələsməyin, sizin vaxtınız gələcək, bizim üçün şərait düzələndən sonra sizin qoyun başı kimi başını kəsəcəyik. Yəni şiələrə müraciətdə belə bir fikir səsləndirmişdilər. Sonra biz bunların böyüklərinin ki, hansı ki onlar deməli müasir Vəhabi şeyxləri hesab olunurlar, onların fikirlərini biz səsləndirəcəyik. Deməli, əziz izləyicilər, bu baxımdan biz izah eləyirik ki, cəmaatı ayırtmağa çalışırıq, cəmaata bildirmək istəyirik ki, ay xalq, ay əhali, ay müsəlmanlar, ay şiələr, Vəhabi, Vəhabizm özü, Sələfizm, Vəhabizm özü əqidə olaraq təhlükəlidir. Nəinki fərd olaraq. İndi Elçin Əloğlular gəlib bunu deməli təhrif eləyirlər, deyirlər ki, Azərbaycandakı Vəhabilər təqvalıdırlar, amma içində bəziləri də var. Demək istəyirlər ki, Azərbaycanda ümumiyyətlə Vəhabizm özü yaxşı bir şeydir. Amma indi kimsə biz deyirik məsəl üçün hər sahənin, hər sənətin, həm peşədə saxta insanlar olduğu kimi dində də ola bilər. Bunlar bu məntiqlə yanaşaraq istəyirlər ki, Vəhabizmin özünü tərifləsinlər və indi kimlərsə saxta işlər görürlər, radikalizmə bulaşırlarsa, yəni o problem o həmən şəxsdədir. Amma biz isə deyirik ki, həqiqət isə bundan ibarətdir ki, xeyr, problem elə Vəhabizm əqidənin özündədir, nəinki şəxslərdə. Bu məsələnin bir tərəfi. İndi isə mən istəyirəm sizin diqqətinizə bəzi məsələləri çatdıram. Hansı ki, həmən məsələlər deməli əsaslı şəkildə Vəhabizm əqidəsinin mahiyyətini bizə göstərir. Səudi Ərəbistanında daimi elmi fətva komitəsi var. Bilirsiniz ki, Səudi Ərəbistanı deməli dövlət dini olaraq Vəhabizm orada hakimdir. Bütün Vəhabizmin qaydaları ilə o ölkə idarə olunur. Necə Vəhabizm nəyi deməli təlqin eləyirsə, nəyi göstəriş verirsə, orada həmən o Vəhabizmə uyğun davranırlar. Deməli, Səudi Ərəbistanında dini elmi fətva, daimi elmi fətvaya bir komitədir. Ora müraciət eləyiblər, müraciətli sual ünvanlayıblar. Sualı mən deməli oxuyuram, sizin diqqətinizi çatdırdım və həmən daimi elmi fətva komitəsinin cavabında oxuyacağım. Oradan göstərsək, sual veriblər ki, mən deməli ərəb dilinə baxa-baxa oxumuram, ərəb dilinin hissəsini oxumuram, sadəcə tərcüməsini deyəcəm sizə. Orada təqribən sual belədir ki, Cəvhəri İmamiyyə şiələrindən müəyyən dini təlimlərə istinad olunur. Yəni, onlar demək istəyirlər ki, Cəvhəri məzhəbində
bəzi dini təlimlərə istinad olunur ki, hansı ki, həmən dini təlimlərdə Əli, Həsən, Hüseyn və digər məsum imamların, orada məsum yazmayıb, amma mən deyirəm, digər imamların ki, 12 imam nəzərdə tuturlar, həmən 12 imamın zikr olunmasını bunlar savab hesab edirlər. Yəni, məsələn, biz necə ki, Cəfəri məzhəbində Həzrət Əleyhisselamın digər məsum imamların zikr olunması, onların həyatına çox önəm verilməsi və onları ilahi rəhbər kimi məsum təqdim edirik və qəbul edirik. Bu sual soruşulur ki, bu insanlar, yəni bəzi insanlar belə bir iş görürlər. Bunun hökmü nədir? Cavab deyirlər. Cavab da həmən deməli daimi dini fətva komitəsi Vəhabilər başçılıq edir. Onlar cavab verirlər ki, əgər həmin qrup Əli, Həsən, Hüseyn və başqalarının deməli başqalarının, yəni o başqa imamların zikrini ibadət sayırlarsa, onları ilahiləşdirirlərsə, buradakı ilahiləşdirmə bu artıq böhtandır. Heç bir şiə Həzrəti Əlini və digər məsum imamları ilahiləşdirmir. Yəni şiənin əqidəsi budur ki, bunlar 14 məsum, yəni Həzrəti Əli, İmam Həsən, İmam Hüseyn ta 12-ci imama qədər bunlar ilahi höccətdirlər. Bunlar Allahın yer üzərində göndərdiyi Peyğəmbərdən sonra ilahi rəhbərlərdirlər, məsumdular. İlahi, hüquqi, dini rəhbərliyyət məhz bunların əlində olmalıdır. Və bunlar əlbəttə ki, ilahiləşdirilmir. Yəni bunlara Allah, heç kim bunları Allahlaşdırmır. İlahiləşdirmə, yəni o anlamda Allahlaşdırma və s. Vəhabilər bu sözü də əlavə eləyirlər ki, yəni öz dediklərində biraz haqq qazandırmış. Yəni hətta cahil insanlarda bu cür anladırlar ki, məsələn şiələr Həzrət Əlini Allahlaşdırır, amma heç bir halda heç kim göstərə bilməz ki, hər hansı bir şiə mənbəyində Həzrət Əleyhisselamın ilahiləşdirilməsi ilə bağlı bir fikir var və yaxud da kimsə deyir ki, nə məsum imamlardan belə bir fikir var, nə deməli hər hansı bir şiə böyüklərindən belə bir fikir var, qətiyyən belə bir fikir rast gəlmək olmaz. Bəli, cavab verir ki, əgər kimlərsə Həzrəti Əlinin, İmam Həsən, İmam Hüseynin adlarını zikr eləyirlərsə, o halda onlar müşrikdirlər və İslamdan çıxmış hesab olunurlar. Və onların qanları, malı icazəsizdir. Bunun eyni zamanda fətvanı, bunu deməli izah eləyirlər bir neçə cümlədə, yenə tərcüməsini sizin diqqətə çatdırıram. Yazırlar ki, yəni bu fətva əsasında əgər bir qrup şiə inanclıların müsəlman ibadəti çərçivəsi xaricində sərtləşdirilmişdirsə, onlar müşrik elan olunurlar və bu şərtlərlə onların qanı halal sayılır. Yəni, əgər bir nəfər şiə Vəhabi əqidəsindən kənar, yəni bu anlamı budur, Vəhabi əqidəsindən kənar ibadət edirsə, o müşrik sayılır və onun qanı halaldır. Burada əlbəttə ki, şiə Vəhabi əqidəsinə uyğun ibadət etmir. Şiə Peyğəmbər Quran əsasında ibadətini eləyir. Vəhabi əqidəsinə ibadət etmədiyinə görə, o Vəhabi əqidəsinin şərtlərinə görə ibadət etmədiyinə görə Vəhabilər bizim şiənin deməli müşrik sayır, onların ibadətini batil hesab eləyir, müşrik sayır və qanlarını da halal bilirlər. Görürsən, yazıb ki, xüsusən qanları halaldır. Yəni, harada imkan gördün, öldürə bilərsən və şiədir, gördün şiədir, imkan olan kimi öldür. Heç problem yoxdur. Vəhabilərin düşüncəsi budur. İndi soruşa bilərik burada həmən Elçin Alıoğullardan. Əgər bugün Azərbaycanda Vəhabilərin əlləri, imkanları o qədər genişləndisə, bunlar bu fətvanı, bu fikri Azərbaycanda həyata keçirtmək istəyəndə nə olacaq? Biz bu təhlükədən danışırıq. Bu Vəhabizmin əqidəsidir. Bu bir şəxsin düşüncəsi deyil. Bu Vəhabiyyəti qəbul etməyin şərtidir. Kim əgər Vəhabizmi qəbul edirsə, bu fikri qəbul etmirsə, o Vəhabi deyil. Vəhabi gərək bunların hamısını qəbul eləsin onların fikrinə görə. İkincisi yenə də həmən İbn Baz adında onların bir şeyxi vardı. Səhv etmirəmsə, yaxın vaxtlarda, günlərdə dünyasını dəyişib. Onunla bağlıdır. İbn Baz şiələrin müəyyən bölmələrinə
demək şiələri bəli, mətnin mövzunun adı belədir. İbn Baz şiələrin bəzilərini kafir elan edib. Yenə də bu həmən daimi dini fətva komitəsinin deməli mənbə oradandır. Dini fətva komitəsi 2-ci cild səhifə 372-373-cü səhifələrdə bu fətva yer alır. Həmən fətvada İbn Baz deyir ki, bəli, İmamiyyə şiələri onların qanını halal sayır. Yəni həmən fətvaya görə İbn Baz ünvanı da dedim, İmamiyyə şiələrinin kafir hesab eləyir və onların qanını da halal sayır. Yəni bu ikinci fətvada artıq Vəhabilər şiələrin qanını halal bilirlər. Yəni bu o deməkdir ki, harda Vəhab şiə gördün, öldür. Heç problem yoxdur. Üçüncü, yenə də yemək mövzusundadır. Həmən daimi dini fətva komitəsinə sual göndəriblər ki, Cəfəri İmamiyyə şiələri yəni kəsilmiş ətlərindən yeyə bilərikmi? Yəni əgər bir adam şiədirsə, Cəfəri şiəsidirsə, Cəfəri məzhəbinə aiddirsə, o ət kəsir, heyvan kəsir, onun ətindən, o heyvanın ətindən yemək olar, ya yemək olmaz. Cavab verir, həmən komitə cavab verir. Əgər onların arasında Əli, Həsən, Hüseyin və Sadiq imamların zikr, ibadət və bir növ şirk qarışdırılıbsa, şirkə qarışdırılıbsa, onlar müşrikdirlər. Yəni, burada yenə aldadıcı olaraq əgərlə qoyur və bilir ki, Cəfəri məzhəbində hamısında Əhl-i Beyti zikr eləmək ibadət sayılır və bunlar da əsas o şərtə götürürlər. Əgər Əhl-i Beyti zikr eləmək ibadət sayılırsa, yəni ibadət o mənada ki, Əhl-i Beyti zikr eləmək, biz məsələn müəyyən günlərdə Peyğəmbəri, digər məsum imamları zikr eləyirik, hətta zikr xanım Fatimə Zəhra təsbih olunur və s. Bunlar əgər bu qaydada edilirsə, o zaman onlar müşrikdirlər. Belə halda onların kəsilmiş ətlər, onlar kəsən ətləri yemək haramdır, icazəli deyil. Bax, bu da üçüncü fakt. Dördüncüsü də var. Yenə də həmən deməli daimi fətva, dini fətva komitəsi Vəhabilər yenə də evlənmə ilə bağlı soruşurlar ki, Cəfəri imam, yəni Cəfəri şiələri ilə 12 imam şiələri ilə evlənmək, ailə qurmaq, qız vermək, qız almaq mümkündürmü? Olar ya olmaz? Bir mənalı olaraq burada o şərti artıq qoymurlar. Yəni əvvəlki məsələlərdə şərt qoyurdular ki, əgər belə olsa, məsələn, əgər Əhl-i Beyti, Əlini, Həsəni, İmam Hüseyni və s. imamların zikr eləyirlərsə, belə bir şərt qoyurdular, aldadıcı şərt. Burada isə o şərti də qoymurlar. Bir mənalı yazırlar ki, nikah, yəni evlənmək caiz deyil, çünki onlar İslamdan çıxmış və ya şirk içində olmuş sayılırlar. Bir mənalı olaraq gördüyünüz kimi Vəhabi əqidəsi bir mənalı olaraq şiələri dindən çıxmış, İslamdan çıxmış, müşrik, kafir hesab eləyirlər. Onların deməli öldürməyi, qanlarını halal bilirlər, öldürməyi halal bilirlər, hətta bəzən də savab hesab eləyirlər. Bu mövzu savab hesab eləmələri ilə bağlı mənim əlimdə bir dəqiq mənbə olmadığına görə mən onu üstünə çox dayanmıram, amma şeyləri müşrik və kafir hesab edirlər. Eyni zamanda onlarla deməli öldürməyi, onlarla evlənməyi, onların hətta kəsdikləri heyvandan yeməməyi və s. məsələləri deməli haram hesab eləyirlər. İndi siz özünüz bir nəticə çıxardın. Əgər bir şəxs bu cür düşüncədədirsə, bu necə təqvalı ola bilər? Bu necə yaxşı ola bilər? Bu necə mömin ola bilər? Bu necə dürüst ola bilər? Əziz izləyicilər, əziz müsəlmanlar, problem Əlxanın özündə, Rəşadın özündə, qamətin özündə deyil. Problem onların, dediyim kimi, əqidəsindədir. Vəhabi əqidəsinin daşıyıcısı özü problemdir. Problem, təhlükə əqidədir. Vəhabi əqidəsi
ona görə təhlükədir ki, o xüsusən şiələri özlərinə düşmən hesab edirlər, müşrik və kafir hesab edirlər və qanlarını, namuslarını, var-dövlətlərini özlərinə halal hesab edirlər. Bugün Azərbaycanda bu ümumi geniş şəkildə qətliamlar baş vermirsə, bu hələ onlar üçün bu şəraitin olmamasına görə baş vermir. Yoxsa bunlar yəni o əqidələrində hər hansı bir dəyişiklik falan olmuyor. Sadəcə belə davam edərsə, Azərbaycanda bəzi inzibati postlar dövlət səviyyəsində bunların əlinə keçərlərsə, o zaman həqiqətən Azərbaycanda çox ciddi təhlükələrlə biz üzləşəcəyik və Azərbaycanda bu təhlükədən heç kim canını qurtara bilməyəcək. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.